Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə bayram tədbiri təşkil edilib. Konfederasiyanın kollektivi, üzv və tabe təşkilatların əməkdaşları, Həmkarlar İttifaqlarının üzvləri və əhik könüllülərinin iştirak etdiyi tədbirdə 2025-ci il ərzində görülən işlərdən bəhs edən video çarx nümayiş olunub. Tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov Həmkarlar İttifaqlarının üzvləri adından cənab Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib, dövlətimizin başçısının müdrik rəhbərliyi sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğunu, Azərbaycanın güclü, müstəqil və qalib dövlət kimi dünyada nüfuzunun daha da artdığını diqqətə çatdırıb. Bildirilib ki, 2025-ci il ölkəmizin davamlı inkişafı fonunda ictimai, siyasi və sosial-iqtisadi sahələrdə əldə olunan mühüm uğurlar, eləcə də Həmkarlar İttifaqları hərəkatının fəaliyyətində əhəmiyyətli nəticələr və mühüm nailiyyətlərlə yadda qalıb. Qeyd olunub ki, AHİK-in 8-ci qurultayı keçirilib və qurultay Həmkarlar İttifaqları hərəkatının mövcud vəziyyətinin təhlili və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi önəm kəsb edir. Tədbir çərçivəsində AHİK-in 8-ci qurultayının təşkilində fəal iştirakına görə əməkdaşlara və könüllülərə təşəkkürnamələr təqdim olunub. Tədbir bədii hissə ilə davam edib.